Aylardır ki, həmin hərbiçilərin, xüsusən də sonradan gətirilən hərbiçilərin saxlanması üçün vəsait də ayrılır. Bu vəsait istifadə edilmədən, yəni bölgədən çıxarılacaqmı? Buna dair əlbəttə ki, ziddiyyətdə açıqlamalar var. Hər birini aydınlıq gətirməyə çalışacaq. Siyasi şərhçi Əhməd Şahidovla bu barədə həm söhbət olacaq. Əhməd bəy, salamlayırıq sizə, hər vaxtınız xeyir. Salam, axşamınız xeyir olsun. Əhməd bəy, ilk olaraq Müştəbə Xamneyev və Pezeşkiyan arasındakı görüşdən başlamaq istəyirəm. Çünki Müştəbə Xamneyev bu vəzifəyə seçildikdən sonra hərçənd ictimaiyyət qarşısına çıxmayıb, amma belə başa düşülür ki, ilk görüşünü Pezeşkiyanla reallaşdırıb, 2 saata yaxın bir görüşdür və Pezeşkiyan qeyd edir ki, müsbət atmosferdə keçib. İlk olaraq bunu aydınlaşdıraq. Sizcə bu ictimaiyyət üçün verilən bir mesajdır mı? Yoxsa əgər doğrudursa belə, ilk görüşməsinin prezident olması nəyə mesajdır? Yəni Sepah deyil də prezidentlə görüşdü. Təbii ki, bu İran ictimaiyyətinə, belə dünya ölkələrinə bir mesajdır. İran daxili milli birliyin olması, İran daxili sabitliyə yönəlik islahatçı qanadlar, xüsusən də radikal mühafizəkar qanad arasında bir diyaloqun olmasına bir mesajdır ki, İran hələ də güclüdür, İran hələ də ayaqdadır, müqaviməti davam elətdirir. Hərçənd ki, yaxın şərqdə vəziyyət hələ də gərgin olaraq qalır, Hörmüz boğazının bağlı qalması İran-ABŞ danışıqlarında hələ ki bir müsbət tendensiyanın olmaması bu İranın özü üçün də çətinliklər yaradır. İran iqtisadiyyatı üçün İranda inflyasiya artıq yüksək həddə çatıb, işsizlik, xüsusən də son müharibədən sonra İranın enerji infrastrukturuna, sənaye, hərbi infrastruktura ciddi ziyan dəyir. Belə olan halda İran xalqına bir motivasiya vermək üçün, çünki son əməliyyatlardan sonra bilirsiniz ki, İran ali dini liderinin ciddi şəkildə yaralandığı, bu baxımdan ictimaiyyət qarşısına çıxmadığına bağlı məlumatlar var. Belə bir məlumatlar fonunda İranın faktiki olaraq başsız qalmadığını göstərmək üçün İranın ali dini lideri ilə prezident arasında bir görüşün baş tutması, amma bu görüşlə bağlı hər hansı bir foto və ya video görüntünün olmaması fonunda İran prezidentinin açıqlamaları bir növ İran ictimaiyyətini sakitləşdirməyə yönəlib. Çünki İran daxilində hələ də son müharibədən sonra Qərblə dialoq tərəfdarı olan islahatçı qanadla daha mühafizəkar, radikal Sepah belə deyək, qanadı arasında bir mübarizə davam edir. Görünən odur ki, bu hadisələr, bu tendensiya yaxın günlərdə ABŞ-la müəyyən danışıqlara hesablanıb, İran müəyyən güzəştlərə getməyə hazırlaşır. Çünki bu qeyri-müəyyənlik, bu gərginlik uzun müddət davam edə bilməz. İlk növbədə İranın özü üçün əlverişli deyil. Müəyyən şərtlər daxilində ABŞ-la razılaşmalara gedilməsi İran rəhbərliyinin gündəliyində qarşısında duran əsas məsələ. Yaxşı bir nöqtəyə toxundunuz, yəni danışıqlar ərəfəsində belə bir məsələnin anons edilməsi. Bu həm də bundan əvvəlki yayılan xəbərlərdə qeyd olunurdu ki, danışıqlar məsələsində Sepah daha çox pozucu mövqedə durur. Eyni zamanda Məhəmməd Bağır Qalibafın istefası məsələsi də var idi. Abbas Araqçının yaydığı paylaşımı pozması və onun Hörmüzdə bir günlük atəşkəs məsələsi də əvvəlki vəziyyətinə qayıtmışdı. Bütün bunları gördük. Yəni səlahiyyət Pezeşkiyana verilir mesajı kimi də oxumaq olarmı? Danışıqlarda qərar verilməsi ilə bağlı nəzərdə tutaraq o səlahiyyəti deyirəm. İran prezidenti Pezeşkiyanın hələ ilk günlərdən, səlahiyyətlərinin icrasına başladığı ilk günlərdən tam şəkildə səlahiyyətləri yoxdur. İranın bu dövlətçilik formatı elədir ki, əsas səlahiyyətlər İranın ali dini liderinə aiddir. O da bütün silahlı qüvvələrin ali baş komandanı sayılır. Amma bu son müharibə göstərdi ki, silahlı qüvvələrin, Sepahın rəhbərliyinin əlinə keçib danışıqlar, belə deyək, hakimiyyət, İran daxili hakimiyyət elə bu danışıqlara da birbaşa təsir eləyir. Hər hansı bir razılaşma əldə olunmaq istədikdə Sepah qanadı dərhal radikal addımlar atır, Birləşmiş Ərəb Əmirliklərinə, Körfəz ölkələrinə hücum etməklə yenə əsələ nümayişi göstərməyə çalışır. Amma bu uzun müddət davam edə bilməz. Ona görə müəyyən islahatçı qanad Sepahla ortaq bir mövqedən çıxış edərək, bəlkə də Sepah komandanlığını da inandıra biliblər ki, belə
uzun müddət tab gətirə bilməyəcək. İran iqtisadiyyatı artıq çökmək üzrədir. Bu yenidən sosial narazılıqları, etirazları alovlandıra bilər. Düşünürəm ki, burada balanslı bir siyasət yeridilməyə çalışır. Elə prezidentlə ali dini liderin görüşü də buna bir mesajdır ki, bundan sonra nə tam şəkildə Sepah komandanlığı rəhbərlik edəcək, idarə edəcək ölkənin daxili və xarici siyasətini, nə də yumşaq qanat, ortaq bir balanslı şəkildə elə milli birlik, stabillik, dialoq mesajı da buna hesablanıb ki, bundan sonra balanslı. Bu eyni zamanda ABŞ-a da bir mesajdır ki, bundan sonra danışıqlarda tam şəkildə güzəştdən söhbət getməsə də müəyyən güzəştlər ola bilər. Çünki İranın irəli sürdüyü şərtlər də çox maksimalistdir. Əsla ABŞ tərəfindən qəbul edilən deyil. ABŞ da çox maksimalist şərtlər irəli sürür ki, bu İranın hardasa milli qürur, milli ləyaqət məsələsidir ki, ondan əsla geri addım atmaq niyyətində deyil rəsmi Tehran. Amma görünən odur ki, artıq danışıqlar üçün müəyyən zəmin hazırlanır. Yaxın günlərdə müəyyən məsələlər üzrə ortaq razılaşmalara gəlinə bilər. Hətta Pakistan Nazirliyinin, Xarici İşlər Nazirliyinin sözcüsü qeyd edir ki, yaxın saatlarda müsbət xəbər də eşitmək olar. Ən azından media hazırda bunu tirajlayır ki, tərəflər nisbətən ortaq məxrəcə gəlir razılaşma üzərində. Ancaq hansı şərtlər daxilində razılaşması hələ ki açıqlanmayıb, yəni nə də ortaq məxrəcə gələ bilərlər. Yəni bir tərəfdən Amerikanın təzyiq etdiyini görürük, bölgəyə daşımalar artıq yerləşdirilib, nə qədər bölgədə hərbiçisi var, texnikası var, bunu açıqlayır. Digər tərəfdən şərtlər də qoyur, saflaşdırılmış uranın çıxarılması məsələsi, 20 il nüvə istehsalının dayandırılması məsələsi. Deyək ki, anonslar doğrudur. Yaxın saatlarda və yaxud yaxın günlərdə müsbət razılığa gəldilər. İran hansı məsələdə kompromisə gedəcək sizcə? Bu razılaşma ümumiyyətlə ABŞ ilə İran arasında və ya dolayısıyla İsrail ilə İran arasında uzun müddətli, 10 illiklər davam edəcək bir razılaşmanın olacağını düşünmürəm. Bu qeyri-mümkündür, çünki iki bir-birinə daban-dabana zidd olan ideoloji xətt var, amma qısa müddətli müəyyən razılaşmalar əldə oluna bilər. İran ən azı bu nüvə araşdırmalarını, uranın zənginləşdirilməsini bir müddət ertələyə bilər. Amma ümumiyyətlə uranın zənginləşdirilməsini dayandırmaq, zənginləşdirilmiş uranı ölkədən çıxarmaq, hətta ABŞ-a təhvil vermək, bu İran üçün qırmızı cizgidir, bu milli qürur məsələsidir, bu əsla bundan geri addım atanmaz. Amma müəyyən müddətli geri addım atıla bilər. Körfəz bölgələrinə hücum etməməklə bağlı İran müəyyən razılaşmalara gəlinə bilər. Amma bunun da qarşılığında İran da özünə qarşı ABŞ və İsrailin bir daha hücum etməyəcəyinə bağlı təminat istəyir. Özünə qarşı bu sanksiyaların müəyyən qədər yumşaldılması, İran öz neft ixracına icazə verilməsi ilə bağlı məqsəd şərtlərini irəli sürə bilər. İran da bunun qarşılığında Hörmüz boğazını aça bilər ki, müəyyən müddətdə belə deyək, həm İran bir qədər nəfəs ala bilər, eyni zamanda dünya iqtisadiyyatı, enerji təchizatı, nəqliyyat, beynəlxalq su daşımalarında, nəqliyyat daşımalarında müəyyən bir durğunluq yarana bilər. Amma bu böyük bir razılaşma olacağını zənn etmirəm. Yaxın Şərqdə vəziyyət yenə hər zamanki kimi gərgin olaraq qalacaq. İranla müəyyən razılaşma ABŞ, İsrail belə deyək, müttəfiqliyi üçün də lazımdır. Çünki İranla müharibə göstərdi ki, İranı bir cəbhədə belə deyək, məğlub etmək mümkün deyil. İranla bağlı məsələni qeyri-müəyyən vaxtda təxirə salıb, yaxın şərqdəki digər qüvvələrə qarşı, Yəməndəki Husilərə qarşı ki, onlar da Qırmızı dənizdə beynəlxalq suları təhdid altında saxlayır, Hizbullaha qarşı, Həmasa qarşı, Qəzza zolağında qüvvələrə qarşı, proksi qüvvələrə qarşı əməliyyatları intensivləşdirmək, Liviya ilə razılaşmalar əldə etmək, bunları bitirdikdən sonra daha növbəti mərhələdə İranla münasibətlərə yenidən qayıdıla bilər. Amma düşünmürəm ki, İranla ABŞ arasında uzun müddətli bir qalıcı razılaşma ola bilər. Bu, bir-birinə tamamilə ziddiyyət təşkil edən iki ayrı sistemdir. Amma müəyyən xırda şərtlər çərçivəsində qısa müddətli razılaşma mümkündür ki, bu İran üçün də lazımdır. Hörmüz boğazını belə uzun müddətli qapalı saxlamaq əslində İran üçün də mümkün olan bir şey deyil, çətindir, bölgədə qarşıdurmanı davam etməsi demək.
Teşekkür edirəm Məhməd bəy, minnətdaram dəyərləndirməniz üçün. İndi gözlər yönəlib razılıq olacaqmı, olacaqsa görüş harda keçəcək və tərəflər nə ilə masadan duracaq. Xüsusən də Hörmüz boğazının Amerika tərəfindən blokadaya alınması vəziyyəti bir qədər gərginləşdirdi. Burada Amerikanın əsas istəyi ondan ibarət idi ki, İranın neft istiqamətində vəziyyəti gərginləşsin, amma İran da yaxşı söz atır ki, yəni qardaş inan mənə, amma o qardaş da dəstək olmadı. Səudiyyə Ərəbistanı məsələn bu azadlıq layihəsi əməliyyatını dayandırmadı, gördü dəstək gəlmədi. Ona görə əməliyyatı dayandırmaq məcburiyyətində qaldı deyə İran tərəfi qeyd edir. Bu açıqlama çox da əslində absurd deyil, ağla batan informasiya kimi gəlməkdədir.